Bir işi istəyəndə onun fərqinə varmırsan. Sən nə qədər pul qazanırsan, necə qazanırsan. Əsas odur ki, içəridə istək olsun və sən qabağına bir məqsəd qoyasan ki, hansısa bir nöqtəyə gəlib çatasan. Hardansa başlamaq üçün mənim üçün o vəzifədə, o işdə işləmək də maraqlı idi. 5-6 aydan sonra bildilər ki, mən həm də bu işdə işləyirəm. Sevinç var idi, həyəcan var idi, qorxu var idi. Ailəm istəmirdi ki, mən bu işdə işləyim. Və mən bu həyəcan, bu qorxu, bu sevinclə başladım işləməyə. Oldum Elnur Həsənov. Bu mənim uşaqlıqdan olan bir arzum idi, istəyim idi. Bu işə gələndə hər kəsə hobbi kimi göstərib, amma öz içimdəki arzumu yerinə yetirdim. Uşaqlıqdan arzum o idi ki, Rəssamlıq Akademiyasının dizayner fakültəsinə girim. Sadəcə olaraq o dönəmdə biraz bu dizayner sənət aləminə, ailələrin yanaşma tərzi biraz fərqli olduğuna görə, biz də o ailədə böyüdüyümüzə görə, o ailədən də dedilər ki, yoxsa mütləq şəkildə hər kəsin ailəsində ya qızlar həkim olmalı, müəllimə, oğlanlar isə hüquq fakültəsinə girməli idilər. Fikirləşdim ki, mən hara qəbul ola bilərəm? Jurnalistika fakültəsinə. 11-ci sinifə hazırlaşdım. Hamı gözləyir ki, bütün fakültələr yazılır, kodlaşma hazırlaşdım. Mən də fikirləşirdim ki, mən mütləq sənətə hardan gələ bilərəm? Televiziyadan gələ bilərəm. Məqsədli şəkildə kodlaşmanın birini səhvən etdim. Jurnalistika fakültəsinə qəbul oldum. Ora qəbul olandan sonra artıq ikinci kursdan fikirləşdim ki, mən işləməliyəm. Mən işləmək istəyirəm. Çünki yaş azdır, 18 yaş var və mən buradan artıq karyeramı qurmalıyım. Qəbul olduğum kanalların birinə və ora daxil olanda mənim uğur hekayəm başladı. Bir il Xəbərlər Departamentində titr operatoru vəzifəsində çalışdım. O dönəmdə də yəni ki, kanalda digər, yəni əyləncəli departamentin uşaqları ilə də dostluğa başladım. Ünsiyyətçil olduğuma görə çalışdım ki, onlarla da ünsiyyətə başladım və bir ildən sonra efir prodüseri işindən azad olub başqa işə keçdiyinə görə və o iş yeri boş qalmışdı. Yaxın olduğum aparıcılardan biri mənə təklif elədi ki, bəlkə sən bura prodüser kimi işə gələsən. Təbii ki, içimdə başqa bir sevgi də var. Çünki rəsm çəkmək, geyindirmək, stilist olmaq, dizayner olmaq, ona qədər mənim evdə çəkdiyim geyim kolleksiyaları, şəkillər, özümün fantaziyamla, o fantaziyalarla başladım artıq makyaj etməyə saç. Çünki özüm fikirləşirdim ki, bir insanı hazırlayanda onun makyajını, saçını eləmək. Bir gün Xəbərlər Departamenti aparıcılarından birini makyaj edən kanalın qrimyoru işə gəlmədi. Gəlmədiyi halda mən də o aparıcı ilə yenə də çox yaxın olduğuma görə buna sakit çəkdim. Dedim ki, olar mən səni makyaj edim, mən bu işin texnikasını öyrənmişəm, mən bu işə artıq yavaş-yavaş başlamaq istəyirəm. Yeni qrimyor gələnə qədər o səni bəzəyər, o dedi ki, problem yoxdur. Amma dedim ki, bunu heç kəs bilməsin. Çünki 2004-cü ildə bir oğlanın bu sahədə çalışmağı biraz belə yad baxılırdı. Biraz qınaq obyektinə çevrilə bilərdi. Yəni ki, necə ola bilər ki, bir oğlan bir qadını makyaj edir. Amma bu mənim içimdə olan bir sevgi idi. Səhər tezdən işə gəlirəm. Bir də gördüm ki, kanalın vitse-prezidenti məni çağırır. Ayda, yəqin axşam titr operatoru çalışıram da. Fikirləşdim ki, yəqin hardasa siyasi adamın adını və yaxud da vəzifəsinin hərf səhvi, səhv etmişəm deməyəni çağırır. Çağırdım, dedi ki, salam, oturdu, əyləşdim. Bəs əyləş, sən artıq bundan sonra 2 iş icra edəcəksən kanalımızda. Necə 2 iş icra edəcəm? Mən onsuz da fikirləşdim, titr operatorundan çıxandan sonra mən əyləncəli departamenti işə başlamalıyam və orada prodüser kimi özümü sınamalıyam. Dedilər, yox, sən artıq bizim həm də Xəbərlər Departamentinin aparıcılarını efirə hazırlayacaqsan. Həm geyimləri ilə, həm də makyajı ilə.
sevinç var idi, həyəcan var idi, bir də qorxu var idi. Çünki ailəm istəmirdi ki, mən bu işdə işləyim. Və mən bu həyəcan, bu o qorxu, bu sevinclə başladım işləməyə. 5-6 aydan sonra bildilər ki, mən həm də bu işdə işləyirəm. Təbii ki, narahatçılıqlar vardı, amma siz necə o narazıçılıqları nədən edirdim? Hobbidə qoy eləyim də boşluqdur. Bilirsiniz ki, çəkməyi sevirəm, mənə icazə verin. Onsuz da bilirsiniz ki, mən televiziyada çalışıram. Onsuz da başqa bir işə keçəcəm. Ya jurnalist olacağam, qoy institutu bitirim, jurnalist olum, diplomu alım, onu eləyim. Falan yerə bəlkə səni işə düzəldək. O bir ildə burada televiziyada işləyim. Belə ailəni uzada gəlib çıxıb oldum Elnur Həsənov. Mən bu günləri işimin ən uğurlu nöqtəsindəyəm. Mən belə deyirəm. Çətinliklər olur. Bir işi istəyəndə onun fərqinə varmırsan. Sən nə qədər pul qazanırsan, necə qazanırsan. Əsas odur ki, içəridə istək olsun və sən qabağına bir məqsəd qoyasan ki, hansısa bir nöqtəyə gəlib çatasan. 2009-cu ildə artıq Röya xanımla başladım çalışmağa. 2008-ci ildə Natəvan xanımla başladım çalışmağa. Makyaj etməyə çalışmaq deyim. Makyaj edə və müğənnilərin əhatəsinə düşdüm. Mən yaradıcı adam olduğuma görə çalışdığım qədər işimdə də sahibkar kimi davranmıram ustalara. Çünki mən özüm də ustayam. Yəni ki, nə qədər sadə olsam, o qədər daha yaxşıdır. Çünki ustanı ancaq usta başa düşər. Mən bu günləri yanımda çalışan ustalara müdür kimi davransam, onları biraz aşağı salmış kimi olaram. Çünki özüm də ustayam. Mən də onlardan fərqlənmirəm. Sadəcə olaraq o da eyni işi görür, mən də eyni işi görürəm. Bizim aramızda heç bir fərq yoxdur. Sadəcə olaraq bir dənə adın populyarlığıdır. Elnur Həsənov. Bu Elnur Həsənov populyarlığı da mənim üçün heç bir zaman populyarlıq önəm kəsb eləmir. Yaxşı yanları var, çox gözəl yanları var. Amma insan olmağı mən daha çox önəm verirəm.